Saat 5-dir. Qaça-qaçla bu dəqiqə hazırlaşıram. Hələ ortada vloq da çəkirəm. Və nə geyinəcəyimi də bilmirəm. Olifestin tədbirinə gedirəm, eventinə gedirəm. Blogerlər üçün də ayrıca bir event olacaq. Ora dəvətliyəm, ora hazırlaşıram. Saç makiyaj sıfır bilmirəm. Saat 7-də eventdir. Saat indi 5-dir. Mən qaça-qaçla nə geyinəcəyimi bilmirəm. Çox həyəcanlıyam, çünki heç sevmirəm də belə tələsik harasa nəyisə hazırlaşmağı. İstədim, amma sizin üçün vloq da çəkim. Məncə sizə maraqlı olar. Elə eventlər necə keçir, nə olur, nə baş verir, kimlər gəlir. Birlikdə hazırlaşaq. Nəmləndiricidən başlayıram. Birinci göz serumu mütləq. Əvvəllər istifadə eləmirdim. Bunu son vaxtlar göz serumundan tez-tez istifadə edirəm. Gözümdə quruluq azalıb. Yayda quruluq məndə çox olur. Çoxsu tərir deyə nəmlənir dərisi, məndə əksinə quruyur. Nəmləndiricim Farmstay-dəndir. Üz üçün nəmləndiricim Anyongun. Təngənəfəs olaraq danışa bilərəm, çünki bayağı arxa backstage olaraq çox tələsirəm. Dior'un Forever Skin Glow tonanisini istifadə edəcəm. Konturlamanı quru konturlama edəcəm. Üzüm təriyə bilər, istərsəməz məkan olaraq bağlı məkanda ola bilərik. Axmağını istəmirəm. Concealer Maybelline'in concealerini istifadə edəcəm. İşığımı gətirdim, taxdım. Çünki həm özümdə görmürdüm, qaranlıq idi, həm də istəyirəm siz də rahat görəsiniz. Sötəki işıq çox önəmlidir də. Maybelline'in Fit Me pudrasını istifadə edəcəm. Əvvəl gözümüzün üstünə biraz sponjla gedirik. Çünki istərsəniz o xəttlərə tonali dolur, concealer dolur. Onu eləyəndən sonra gözünüzü yumayın, çünki tezdən dola bilər. Toz pudra da istifadə edə bilərdim, amma toz pudra sötəki məndə dolur qırışlara. Sabitləyəndən sonra üstündə qalıqları ilə biraz burnumun üzərindən, burnumun kənarlarından və ağzımın ətrafından da belə gedirəm. Konturlamada Yves Saint Laurent'la Kiko'nun bronzerini istifadə edəcəm, yəni qarışdıracağım. Pigmentasiyasını görürsünüz bunun. Əslində realda bu qədər çox pigmentli görünmür. Normalda eləyəndə həmişə çalışın saçın bax bu diblərini də eləyin. Çünki yarısınacan eləyirsiniz, bir çox xanımda bura ağ qalır, birdən gəlir kəsilir elə bir bronzer. Biraz keyfimin olmadığını görə bilərsiniz. Ciddən nə geyinəcəyimi bilmirəm. Bayaqdan makiyajı eləyə düşünürəm. Deyəcəksiniz ki, əvvəlcədən onsuz da bilirdin ki, eventə gedəcəksən, yəni əvvəldən hazırlaşa bilərdin. Rayona getmişdim, onda vaxtım yox idi. Sonra gəldim, dəvətnaməyə sona qədər baxmamışdım. Səndə mən altında dress code-un yazıldığını gördüm. Zərif, elegant, kokteyl üslubunda bir dress code olmalıdır. Kokteyl dress code da özünüz indi bilmirəm, Pinterest-dən girib baxsaz görərsiniz ki, nə cür tərzdə bir geyimlərdir, platyalardır. O tərzdə düzünü desəm, cəmi bir dənə donum var, onu da geyinmək istəmirəm. Ana olandan sonra istər-istəməz qadının bədən strukturası dəyişir. Biədəb görünməyini istəmirəm, daha çox elegant görünmək istəyirəm və dress code-un özü də elədir. Ona görə qanım bu dəqiqə qaradır, yəni ciddən qaradır, yəni. Tədbirin sonu nə olacaq, tədbirə gedəndə necə görünəcəm, bilmirəm. Sizinlə yəni birlikdə hazırlaşım. Heç makiyajım da ağlımda bir şey yoxdur, saçım da ağlımda bir şey yoxdur. Biraz ona görə qanım qara ola bilər. Sizə sıxıcı gələ bilərəm, amma hal-hazırda çox pis duyğulardayım. Yəni pırt eləsəz ağlayaram da o dərəcədə. Bir də Kiko'nu keçəcəm üstündən. Kiko'da da biraz belə parıltılıq vardı, yəni nəmli effekt göstərir. Gözümün üzərinə biraz ten istəyirəm. Ten paletim Too Faced'in Pixie Dust rəngindən küçük. Zərdir əslində, heç tam belə rəngdə deyil. Karışıq rəng. Prosta çox olmağını da istəmirəm. Çox oldu. Hal-hazırda yəni makiyajımı elə beynimdə kombinimi düşünürəm. İlk dəfə də həyatımda nə geyinəcəyimi bilmirəm. Qaşımın laminasiya vaxtı gəlib. Əsas məsələ liner. Linerim NYX'in lineridir. Linerimi də çəkdim. Biraz qalın alındı, amma olsun, çünki kipriklərlə də onları dolduracağam. Qaşlarımın ucunu uzatmaq istəyirəm. Çox vaxt mənə rəylərdə yazırlar ki, qaşınızı çox qısaltmısınız. Valla qısaltmamışam, qaşım tökülür. Hamiləlikdən sonra ümumiyyətlə saç töküldü, saç tökülməsi dayandı. Amma indi qaşım tökülür. Çox qəribə bir şeydir. Yəni məndə qabaqlarda qaş çox idi, tük daha doğrusu. İndi görürsünüz necə
seyrək olub da, hətta burada boşluqlar da var. Qaş gelim budur. 3 ildir. 3 ildir ki, mən yalnız bu məhsulu istifadə edirəm. Yəni dəyişmişəm. 3 ildir bu deyil. Bitdikcə alıram. Pastelində məsləhət görürəm. Mən ümumiyyətlə qaşım gözəl deyil. Mən heç qaşımı bəyənmirəm. Belə uşaq vaxtında mənim qaşlarım belə əndrabadə olub da, o yana bu yana qalxıb. Özdə mən çatma qaş olmuşam. Bildiyiniz bayağı çatma qaş olmuşam. Qaşlarımın çıxana yaxın, yəni makiyajım daha doğrusu tam bitəndə biraz üstündən geri gedəcəm ki, sabit qalsın. Saçımı yaş saç eləmək istəyirəm. Mənim bu hissələrim dəhşət çox keçəlidir də. Görürsüz, bax burada bəbək tüklər çıxıb. Mənim saçımı çıxardan sil. Bir də Urban nə deyirsinizsə, bu rozmarinli. Bunun içində rozmarin, bir də mixey var, yəni karanfil. Bu isə sırf rozmarin suyudur. Bunların ikisini bir yerdə istifadə eləyəndə saç çıxardır. Həqiqətən saç çıxardır. Amma çoxsu bunu vurur, sonra 2 saatdan sonra çimir. Mən əksinə çiməndən sonra istifadə edirəm. Onsuz da iyi gəlmir, saçı yağlandırmır, qəşəng olur. Yəni mən bunlardan pul almıram, reklam eləmirəm. Əməkdaşlığım yoxdur ki, deyim ki, deyəsiz ki, pul qazanır deyənə reklam edir, amma həqiqətən istifadə eləmişəm. Göz önündədir. İstəsəz 2-3 aydan sonra da bu videonun da burasını qoyaram və davamını çəkərəm ki, həqiqətən saçım necə uzandı. Mənə lazım olacaq muz. Olinin muzunu istifadə eləyəcəm. Bir də İsananın muzunu istifadə eləyəcəm. Düzünü desəm, olini çox bəyənirəm. Amma bu İsanada deyilənə görə çox yaxşıdır. İkisini də qatıb yoxlayarım. Biraz da üstünə İsananı vuracağım. Dodaq qələmi essensi və Kikonu qarışdıracağım. Dodaq boyası isə Kikonu istifadə edəcəm. Rəngi 02. Əslində dodağımın orta hissəsini biraz açıq istəyirəm. Ona görə morf dodaq boyasının rəngi Virgin. Bir də kiprik istifadə etmək istəyirəm. Çünki bu makiyajda, bu saça kiprik çox önəmlidir. Axır ki, geyinməyə də bir şey tapdım. Yəni qardırobu bilirsiniz nə elədim? Kokteyl tərzdə heç bir geyimim yox idi, amma kokteyl tərzində mənim ətəyim var idi. Üstünə də belə bir jilet. Məncə mükəmməl alındı. Sadəcə Instagram üçün kombin videosu çəkməyə çatdırmadım. Heç nə olmaz. Bu dəfə yalnız YouTube izləyicilərim üçün olacaq. Instagram izləyicilərim üçün də şəkil paylaşacağam. Gedirik. 33 dəqiqəlik yolum var. Çatım. Oradan sizin üçün videolar çəkəcəm. Mən çatdım. Tədbir Baku Marriott Bulvar oteldə olacaq. Tez çatmışam əslində. Elə 19 dəqiqəm var. Biraz make-up'ımı əl gezdirdim. Kstati, gündə make-up'ım belədir. Məncə çox uğurlu alınıb. Bu make-up'ı tamamlayan kipriklərdir də, vəsətə. Yəni, nə make-up edirsən elə, kiprik taxdınsa, oturur yerinə. Saçımı da çox bəyəndim. Əslində belə alınacağını gözləmirdim. Yəni, deyinə, heyecanlana hamısını elədim də. Məncə mükəmməl alınıb. Saçım çox qəşəngdir. Bax, taxta kimidir, amma belə bir hamamdan çıxmışam. Bəyənirəm özümü hal-hazırda. Yəni, orada ümid edirəm qəşəng işıq olar. Mən şəkil çəkdirə bilərəm. Yoxsa bu kombinim mənim heyif olar. Yəni, çəkdirməsəm. Yalnız təkcə YouTube üçün olsa. Gəldim, çatdım. 8 dəqiqə. Biraz maşında oturdum, amma səbrim çatmadı. Gedək. Salam. Bəli. Çox sağ olun. Salam. Çox sağ olun. Xoş gördük. Bayramınızla mübarək.
Hava çox qəşəngdir. Həm hava-havası, həm yaşıllığı, görünüşü, qızların geyimi çox mükəmməldirlər. Çox bəyənirəm və tədbirin davamına baxaq görək necə olacaq. Hal-hazırda yağış yağır. Açıqlıqdır, amma yağış yağır. İnşallah yaş olmaraq üstünə düşmərəm. Mənim saçım özü bir dəqiqə su dəysə, bir sırada lakı bütün axıb gedəcək də. Deməli, Olivia'da bura daxil olanda eventə hər kəsə girişdə belə bir mini paket verdilər və içərisində hər kəsə özəl qolbağlar var. Mənə düşən şıltaq ol. Məncə çox gözəl rəngi də var. Bunları istifadə edəcəm öz kombinlərimdə. Eventdə Leyla xanımla tanış oldum. Leyla xanım Marketing menajer Olivia Beauty and Krem ağızlar şəbəkəsinin. Aha. Leyla xanım, mənə bu dəqiqə burada izah elədiniz bütün Olivia'nın istoriyasını. Mən də dedim ki, Leyla xanım, məncə siz mənim izləyicilərimə də bu haqqda danışmalısınız. Mənə şəxsən maraqlı olurdu hansısa bir brenddən alış-veriş edəndə, nəsə alanda, həmin brendin bir tarixçəsi olurdu ki, bu niyə yaranıb? Niyə Olivia'da bu rənglər var? Niyə Olivia'da bu qolbağlar hal-hazırda hədiyyə olunur hər kəsə? Məncə bu haqqda bir qısa məlumat verərsiniz. Bizim qolbağlar və pinlər əslində xeyriyyə məqsədi daşıyır. Biz onları keçən ildən başlamışıq istehsal etməyə və satışa çıxartmışıq. O qolbaq və pinlərin satışından gələn gəlirlə biz xərçəng xəstəliyinə əziyyət çəkən xanımlara parik ianə edirik. Məqsədimiz bu çətin dönəmdə xanımlara bir qədər özgüvən bəxş etmək, onlara təbəssüm bəxş etmək, onları daha xoşbəxt özlərini hiss etmək üçün dəstək göstərməkdir. Ona görə də biz öz sloqanlarımızla, öz rənglərimizdə qolbaqlar və pinlər çıxartdıq satışa. Olivia rənglərinə gəlincə isə əgər bunu da soruşursunuzsa, ümumiyyətlə Olivia brendi yaradılanda bizim belə deyim, mərkəzdə qadın dayanır. Qadın, onun əhvalı, onun emosiyaları və bizim rəngarəng çalarlar hər bir qadının daxilindən gələn emosiyalardır əslində. Çünki hər bir emosiyanın öz rəngi var, öz çaları var və biz bu brendi yaradanda məqsədimiz qadını mərkəzə yerləşdirib onun emosiyalarını ortaya çıxartmaq. Yəni sən yorğun da ola bilərsən, sən şıltaq da ola bilərsən, sən güclü də ola bilərsən. Hər gün bizim əhvalımız dəyişir və qadının emosiyaları kimi bizim də xalqalar dəyişkəndir, lakin unikaldır. Bizim rənglər üstündə yazılan sözlər, məsələn, çəhrayı rəngdə şıltaq ol, yaşıl rəngdə güclü ol. Əslində bunlar hamısında bir-birinə bağlılığı var. Rəngin mənası, insanın emosiyası, bunlar hamısı bir-birinə bağlıdır. Ona görə də bu cür bir proyekt ortaya çıxıb və biz bunu inkişaf elətdiririk. Əslində bir çox xanımı artıq sevindirmişik, bir çox xanıma parik yəni etmişik. Sadəcə olaraq bir qədər şipitillə olduğuna görə hər kəs istəmir bunu işıqlandırmaq, razılaşmır, video çəkməyə, razılaşmır bunu göstərməyə. Ona görə təəssüflər olsun ki, biz bunu istədiyimiz kimi hələ ki tam işıqlandıra bilmirik. Buna baxmayaraq biz bunu davam etdiririk. Və bu günləri bu qolbaqları, pinləri hədiyyə etməkdə məqsədimiz də elə məhz budur ki, bu proyektə daha çox diqqət cəlb etmək. İnşallah hər birinizə bir xəstəliyi olan, həm övladı, həm xanımı, həm bəy, ümumiyyətlə insanların hər birinə sağlıq arzulayıram. Çünki bu həyatda bir şans, bir sağlıq çox önəmlidir. Şansın varsa hər şeydən önə gedəcəksən, sağlığın da varsa məncə bu həyatda 1-0 öndəsən. Bəs maraqlıdır, bu rənglərdən siz hansı rəngsiniz? Mənim ən sevdiyim rəng əslində bənövşəyidir və Olivia'nın öz rəngi. Olivia'nın main color, bəli, öz rəngi, əsas rəngi istədiyin kimi ol sloqanı ilə bağlıdır və əlbəttə ki bənövşəyi. Çox sağ olun, vaxtınızı Siz sağ olun, təşəkkür edirəm. Buyurun. Very remarkable day for us. Also, we have two projects here. One project is Olivia Says, and another project is Olifest. I believe by this project you will introduce your brands to customers. Yağış yağır. Özdə gücləşir get-gedə. Yəni makyajım pozulacaq, saçım pozulacaq. İndi içəri keçəcəyik deyirlər. Burada kimlə tanış oldum? Tanış oldum deyəndə ki, əslində mən çoxdan tanıyım. Bir ildir tanışım, amma realda görməmişdik. Narmina mənim ürəyim. Narmina məni hamiləlik kombinlərində izləmişdi. Sonra mən onun hamilə olduğunu gördüm, mən də onu izləməyə aldım. Elə
elə bir-birimizi like-ləyək, kommentariya yaza-yaza bir də gördük ki, ucu şəxsidə danışırıq. Nərminin xətrini mən çox istəyirəm. Bugün realda tanış olsa da, amma əsas sosialdan ucu tanıyanda bilirsən ki, nə var, nə yoxdur, o insanın qəlbində nə var. Əsas realda da tanış oldu. Həqiqətən, orada Nərmini gördüm, Nərmina. Kısaca Nərminin də YouTube kanalı var, onu mütləq izləməyə alıb, burada adını qeyd edəcəm. Olifest'in əsas günü, festival günü. Mən vlogun davamlı olaraq çəkmək istədim. Əslində dünənləri sağollaşma bir çəkilişi də olacaqdı videonun sonunda. Mənim kameramın zaryadkası bitdi. Telefonumda da çox az qalmışdı. Ona görə onun sonunu çəkmədim, amma dedim qoy bunun davamı olsun. O arada Jasmin. Jasmin oyan. Festivala gəlmisən. Destekleyin dostlar. Teşekkürler. Fon olmadan bizon içkisi vermirlər. Mən də bir dənə oyun oynadım ki, bir dənə bizon götürüm. Çünki pulla da satırlar, iş orasındadır. Ona göre siz de skola Axır bir dənə oyun oynayıb gəldim. Ondan değil. Yaxşı da. Ondan değil ama gel. Çox sağ ol. bizi zona yakınlaşın, skal edin ve olabilir. Все, mən rahatam. Şu an xalası gəldi. Belə oyun oynanılır. Kağıza vurup veririk oxularını. Əgər içindəki çiçəkdimi, meyvədimi, hansısa doğru olduğunu tapırlarsa, ətir hədiyyə götürürlər. Aha, oynaya bilərəm. Bəli. Yox ya. Əslində burnumu yerə əməliyyat eləmişəm, hiss eləmirəm də işte. Risk edirəm. Doğrudan çox sağ olun. Kömək olar? Olmaz? Ha? Teşekkürler. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Serum ve nemlendirici var. Bu işte cildimizde garip garip kızarıklar oluştuğunda zaten anlıyoruz cildin kafasını yediğini. O akşamlarda kullanabilirsiniz. Bu da daha deminki renkli nemlendirici. Teşekkür ederim. Sizin Instagram'ınız var mı? Ben Var. size orada hem Süper olur. sizi etkileyeyim. Hem de Tamam. Bu da Anyon'un hesabı çok fazla. Siz Azerbaycan'da yaşıyorsunuz da yoksa buraya konuk geldiniz? Yok, konuk geldim. Ben Anyon'un marka müdürüyüm. Festival için geldim. Ne kadar müddet burada olacaksınız? Yarın dönüyorum.
Teşekkür ederim. Bir daha gelişler. Haberleşelim. Konuşuruz. Ben sizi gözleyeceğim hadi. Tamam. Teşekkür ederim. Teşekkür ederim. Rica ederim. göstereceğine çünkü orada muhteşem hanımlar ve beyler durup ki çalışırlar ki size mensularla bakın anlatabilirsiniz. The Viewers temiz ve terkibi deriye kulluk rengidir. Zararlı kimyevi maddelerden uzak durun. Temiz dizayn ve sade formasıyla terklerdir. Tabii ve devamlı özelliği desteğidir. Teşekkür ederim bizim taraftarlarımıza. Birazdan misafirlerimize başlayacağız. Bu meyvelerden birini seçeceksiniz. Seçtiğiniz meyveyle bu kartın içerisinde olan meyve tanımları en Burada seçtiğiniz meyveyle paylaşıyorsunuz. Tamam. Hemen başlayak. Sen tapmaq üzrə yaxşısan. Bilir. Bu brendi məhsulu hansı xanadadır? Siz mənə cavab verin. Buyurun, baxın, tanış olun, ziyarət olmasın. Eğlencesi olan ama tez götürün. Herkes tam dikkatle bakın. Bu vaciptir, bakmalısınız. Çünkü ne oldu ama eğlence takılır. Yaxşı götürün eğlencenizi. Zor bir Götürün oyun. eğlencenizi. Kazanacak mıyız? Mən burnumu Aa, əməliyyat buyurun, eləmişəm. buyurun. Hadi bakalım. Bakın burada 4'te 4 kaç kişi yaptı bugün? məhsullar var. 10 kişinin altında. Yani 10 kişi yapılmadı evet. 4'te 4 bakalım kim yapacak. Ama şöyle, oyunu seyredenler, uzun süre seyredenler kazanıyor. Bir moral alkışı yapalım o zaman. Moral alkışı herkese. Ben dikkatle bakın ve Buna iğnəmək biraz bak istədim. Birazcık anlık budur. Vanilyadan. Dörtte kaç? Uğurlar arzu edin herkese. Bu en güçlüsü O var zaman burada kendisi. oyunları alalım. Daha çok beğeniyorsunuz. Pamuk bəyəndirəm, amma pamuk var, optimizm varımdır. Var efendim. Ha, kovanız var. Mən Başlayan istifadə edirəm. Tamam, şöyle o zaman. Daha yumuşak kokular seviyorsanız başlayan Spirit Squat var. başlayan Bu biraz daha böyle yaz Mən daha yaz çox koku. şirin sevirəm. Şirinse Spirit Squat bir şöyle bağımız yapalım. var. O zaman Eğer ilerse biz sizinle devam etmeliyiz. Yine de gidiyoruz. Olive Teşekkür Parkı'yla ederim. bekliyoruz. 15 Seviyorum. sertifika. Görüşmek üzere. Festivaldan çıxdım, rəfiqələrimlə görüşdüm. Mənim yaxşı və pis günümdə yanımda olan rəfiqələrimlə, Naza və Sevinclə. Getdik, yemək yedik. Sevinc də öz qızını götürmüşdü. Uşaqlar oynadılar, əyləndilər. Jasmin yoruldu, yatdı. Yəni şəhərə gələndən yatmamışdı. Bir dənə yolda biraz yarım saat 40 dəqiqə yatdı, sonra oyandı. İndi isə yəni bildiyin yorulub düşüb də. Bir də qaç. Sevinç. Mənim rəfiqələrim belədir. Sevinç, mənim izləyicilərimə nə deyə bilərsən?
bizdən yaxşı qız nə deyim. İzləyin onu. İzləyin onu, aysa. Yoxdur. Çox qəşəngdir. O da kəşfiyyata düşəcək. Bu da mənim fındığım, sarı fındığım, sarı gözəlim. Kız, Alisiyam, gözəlim, canım. Ayliş yatıb deyənə keyfdədir. Jasmin yatmamışdı. Ona görə indi Jasmin sorum. Uşaqları tapşırıblar mənə. Getdilər bubble tea almağa. Hiss elədik ki, nəsə yeyib, içmək var, tezdən oyanmaq istəyir. bu da xalaşı ilə oynuyor. Şey yerim. Hay can. Sen yamıçka yerim. Ha, şey de yerim. Mıcıldı ama şey de yerim. İlk dəfədir bubble tea içirəm. Nəli götürüblər, nə var içində heç bilmirəm nə yəni. Pişmiş şəkər. Pişmiş şəkər? Hə, elə bir şey. Hə. Bilmirəm, başım çıxır. Nə siropundandır? Pişmiş şəkər. Buna belə bir dənə verəyim. Hə, ağ kofta da ehtiyatlı ol. Tatlıdır. Şeyləlidir. No, mən olmam. Qəşəngdir. Eyvah. Evə çatdım, çimdim, bir rahatladım, bir makyajımı sildim. Bu isə festivaldan qazandıqlarım, hədiyyələrim. Uduzanda belə insanı əli boş qaytarmayan brendlər. Ona görə əllərimin ikisi də doludur yəni. Pure'dən olacaq ilk. Bu PR boxu çox bəyəndim, qutusunu çox bəyəndim. Vitamin C-dir. Apelsin formasında nə qəşəngdir. Mən ümumiyyətlə estetik belə bu tərzdə PR boxları çox bəyənirəm. Hətta bəyəndiyim boxları içi boş qalsa da belə saxlayıram. Bunu mütləq saxlayacağam çünki çox qəşəngdir. Pure'nin vitamin C serumu. C serumundan istifadə edirəm, amma yəni nə yalan deyim, Pure'dən istifadə etməmişdim. Yoxlayıb sizlə bölüşəcəm. Bu kartoçkalar isə demək olar bütün brendlərdə nə udursunuzsa, belə kartoçkalar verilir sizə. 30 iyuna qədər Olivia'dan nə alış-veriş eləsəz, hansı brendlərdən belə biletləriniz varsa, sizdə endirim olacaq. 20% endirim sərfəlidir. Və Pure'nin içində belə bir məhsul var idi. Bu makyajı siləndə və ya baxım eləyəndə belə başa keçirirsən bir dəqiqə. Saçlar sizi narahat etməsin deyənə. Bir dənə belə. Məncə bunu bilməyən yoxdur. Üzü yuyanda su qolunuzdan axır. Ən nifrət elədiyim şeydir də. Bu su qolunuzdan axmasın deyənə bunları taxırsınız. Medipildən bunları sadəcə sumkada əzilib. Bunlar sponjlardır. Sonra ətir qazandım. Bu ətiri seçdim əslində. Niyə özüm seçdim? Çünki mən bu ukla düzünü desəm bunun necə düzgün deyilişini bilmirəm. Bunu siz yazarsınız altında. Mən bu ətirləri çox bəyənirəm. Məndə bunun ikisi var. Biri bu ətirdir. Optimizm. Biri də Pav. Ən çox bəyəndiyim budur. Niyə? Çünki bu biraz sərindir, bu isə şirindir. Mən isə şirin ətirləri daha çox bəyəndim. Anyong'un belə bir SPF həm də belə BB krem, CC krem kimi gedir məncə. Çünki rəng verir bu, ton verir. Bu setdir. İçində serum, toner və gecə kremi var. Bunu istifadə eləmişəm, bəyənmişəm. Normalda mən əvvəllər üzümü pena ilə təmizləyirdim. Sonra başladım üzümü hidrofil yağla təmizləməyə. Gördüm ki, elə daha yaxşı təmizlənir və üzüm ondan sonra daha təmiz olur. Təbii ki, hidrofil yağını da təmizləmək lazımdır, amma ondan əvvəlki penadan və ya umıbalkadan əvvəlki siz hidrofil yağla təmizləsəz, üzünüz daha təmiz olacaq. İstifadə eləmişəm, çox bəyənmişəm bu firmanın hidrofil yağını. Hidrofil yağdan sonra bu təmizləmə gelindən üzünüzü təmizləsəz, üzünüzdə hidrofil yağ da qalmayacaq, çirk də qalmayacaq. Unboxinglərdən əvvəl özünüz də görəcəksiniz ki, necə oynayıb qazanmışam onları. Orada çox xanımlar, yəni oynayırdılar, qazanırdılar, çox həvəsli idilər. Məncə festivalın bu tərəfi çox gözəl idi ki, əyləncə var idi. Yəni sadəcə stendlərə baxıb keçmirdilər. Hamının bir marağı var idi. Mən də Playgirl-dan belə bir ətir qazandım.
Və heç bir ətirimi belə klonkada saxlamıram. Yəni hamısını açıb istifadə eləməliyəm. Mizondan belə BB krem, SPF-li BB krem qazandım. Mizon firmasını tanımayan məncə yoxdur. Mizon firmasından nəyisə istifadə etmirsinizsə, məsləhət görürəm ki, bir dəfə də olsun həyatınızda Mizonun nəyinisə istifadə eləyin. Ondan sonra Mizondan əl çəkən deyilsiniz. Aradan əslində hidrofil yağı da istifadə eləmişəm, amma body lotionunu istifadə eləməmişəm. Məndən soruşdular ki, orada hidrofil yağı və ya ümumiyyətlə nəsə istifadə eləyirsiniz. Dedim ki, varım da istifadə eləyirəm. Body lotion verdilər. Usal Provision'dan belə bir boksum var. Amma bunun içərisində nə var bilmirəm. Hələ sizin yanınıza baxın, yəni ağzı bağlıdır. Sizinlə birlikdə bunu açıb baxacağam. 3 ədəd maska. Hyaluronik asidli nəmləndirici krem. Üz təmizləyici, yayın hər kəsə lazım olan SPF, çay ağaclı toner və həmin seriyadan təmizləyici yağ. Siz bir dənə bunun şirinliyinə baxın. Burada mənə nəmləndirici veriblər, dodaq nəmləndiricisi. Olifest vloqumu izlədiyiniz üçün çox sağ olun. Gələn vloqlarda görüşənədək.